İmam Hüseyn əleyhissalamın hərəminin giriş-çıxış qapılarının sayını, onların hər birinin öz adına və bəzilərinin xüsusi mənaya sahib olduğunu bilirsinizmi? Gəlin birlikdə bu müqəddəs qapıları tanımaqla ziyarət zamanı haradan gəlib haraya getdiyimizi, hansı qapının hansı istiqamətə açıldığını öyrənək. İmam Hüseyn əleyhissalamın hərəminin ümumilikdə 10 qapısı var. Bu qapıların hərəsinin öz adı və mənası var. Onlardan 4'ü kişilər üçün, 4'ü isə xanımlar üçündür. Qalan 2 qapı isə elə bir yerdə yerləşir ki, həm xanımlar, həm də kişilər o qapıların sağ və sol tərəfindən girib çıxa bilirlər. Bu qapıların adları və nömrələri hərəmin içərisində açıq və aydın şəkildə yazılır. Çöl tərəfdə isə xüsusi naxışlarla bəzədilmiş qaşların üzərində qapıların adları göstərilir. Bu qapılardan bir nömrəli qapı Babul Qiblə adlanır, yəni Qiblə qapısı. Bu hərəmin ən əsas və ən böyük qapısıdır. Adından bəlli olduğu kimi qiblə istiqamətində yerləşir. Bu qapı ancaq kişilərin giriş-çıxışı üçün nəzərdə tutulur. Cəmaət namazlarının ilk sıraları bu qapıdan daxil olduqda başlayır. Məhəmməd Füzulinin qəbri də bu qapının girişində yerləşir. 2 nömrəli qapı Babur Rica, yəni Ümid və Dilək qapısı adlanır. Bu qapı da adından bəlli olduğu kimi dua edənlərin, bağışlanma və ümid axtaranların üz tutduğu bir məkan kimi mənalandırılır. Bu qapı ziyarətgahın künc tərəfində ancaq kişilərin giriş-çıxışı üçün nəzərdə tutulur. 3 nömrəli qapı Babul Qaziyəl Hacət adlanır, yəni hacətlərin qəbul olunduğu qapı. Bu qapı Beynül Hərəmeynin künc istiqamətindədir. Həmçinin bu qapı Beynül Hərəmeyn tərəfindən kişilərin giriş-çıxışı üçün nəzərdə tutulur. Bu qapı dua və niyyətlə dolu qəlblərin qapısıdır. 4-cü qapı Babul Şühədə adlanır, yəni şəhidlərə açılan qapı. Bu qapı Kərbəla şəhidlərinin fədakarlığını və izzətini təmsil edir. Ziyarətçi bu qapıdan girərkən ilk olaraq gördüyü Kərbəla şəhidlərinin ruhunu salamlayır. Bu qapı Beynül Hərəmeyn istiqamətində yerləşir. Eyni zamanda bu qapı Beynül Hərəmeyn tərəfindən kişilərlə xanımları ayıran hissədə yerləşən yeganə qapıdır ki, həm kişilər, həm də xanımlar buradan giriş-çıxış edə bilirlər. Ən çox zəvvarlar da məhz bu qapıdan istifadə edirlər. 5-ci qapı Babul Kəramət, Kəramət və Möcüzə qapısı adlanır. Bu qapı Beynül Hərəmeyn istiqamətindən gələn xanımların giriş-çıxışı üçün nəzərdə tutulur. Həmçinin bu qapı Əbəlfəz ağanın hərəminə doğru istiqamətdədir. Buradan girən ziyarətçilər şəfa arzusu ilə bir kəramət diləyərək addımlayırlar. 6 nömrəli qapı Babus Salam adlanır, yəni salam və əmramanlıq qapısı. Bu qapı xanımların giriş-çıxışı üçün nəzərdə tutulur. Salam sözünün mənəvi gücünü daşıyan bu qapı ziyarətçinin təvazökarlıqla hərəmə daxil olmasına bir çağırışdır. 7 nömrəli qapı Babus Sidr adlanır. Bu qapının adı Qurani-Kərimdə keçən Sidrətül Müntaha ağacına işarə edir. Yəni Peyğəmbərimizin Meracda çatdığı ən yüksək mənəvi məqam kimi mənalandırılır. Bu qapı xanımların giriş-çıxışı üçün nəzərdə tutulur və Sidr küçəsinə açılır. Həmin bu küçə Əli Əkbər məqamına, Əli Əsxər məqamına, İmam Zaman əleyhissalamın məqamına və həmçinin Fərəd çayına doğru getmək mümkündür. 8 nömrəli qapı Babus Sultaniyə adlanır, yəni Sultanlıq qapısı. Tarixdə bu qapı əyanların, hakimlərin giriş yolu kimi tanınır. Onun adı və görünüşü əzəmət və tarixi böyüklüyü təmsil edir. Hərəmin memarlıq gözəlliyini burada açıq şəkildə görmək olar. 9 nömrəli qapı Babur Ras qapısı adlanır. Bu qapının mənası olduqca ağır və kədərlidir. Rəvayətə görə İmam Hüseyn əleyhissalamın mübarək başı məhz bu istiqamətdən gətirildi. Ona görə də bu ad verilir. Bu qapı kişilərlə xanımların ayrıcı hissəsində yerləşir və bəzi vaxtlarda kişilər və xanımlar bu qapıların sağ və sol hissəsindən giriş-çıxış edə bilirlər. Həmçinin bu qapının qarşı tərəfində, yəni çöldə İmam Hüseyn əleyhissalamın adına olan Cərrahi Səfir xəstəxanası yerləşir. 10-cu qapı Babu Zeynəbiyyə, yəni Zeynəb qapısı adlanır. Bu qapı Həzrəti Zeynəbin adına bağlıdır. Rəvayətə görə o bu qapıdan içəri daxil olur və qardaşının başı üstündə dua edir. Bu qapı səbrin, imanlı qadının, izzətli bacının simvoludur. Bu qapı Telli Zeynəbiyyə tərəfə olan bir qapıdır. Həmçinin bu qapı kişilərin giriş-çıxışı üçün nəzərdə tutulur. İmam Hüseyn əleyhissalamın hər qapısı təkcə bir giriş deyil, o bir mənəviyyət yoludur. Hər biri könüllərə açılan bir qapıdır. Allah bütün arzusunda olanlara Kərbəlaya getməyi və İmam Hüseyn əleyhissalamın ziyarətini nəsib etsin.